Çox maraqlıdır da. Deyir, bunun biriləri deyir, Avropaya uşaqlıq eləyir. Biri Rusiya uşaqlıq, biri Qərbə, biri də Rusiya uşaqlıq eləyir. O ona 5-ci kolon deyir, bu buna 5-ci kolon deyir. Bu 5-ci kolon istəyirsən Avropanın uşağı ol, istəyirsən İvanın uşağı ol, sən Corun uşağı ol. Sən indi bizim uşaqda ölsən də, sən o dədən orada, nə bilim, vətənin ora, sığınacaq yerin ora, pənah yerin ora, nə fərqi var? Ya Rusa pənah apardın, ya İvana, ya Cona pənah apardın, nə fərqi var ki? Bunlar bir-birinə 5-ci kolonda da bizi ortada oyalayırlar. Biz də ağzımızı ayırıb dat kimi baxırıq. Biz yox, ortadasında. Orada var, Avropa uşaqlarda, Rus uşaqlarda var. Hamısı da fəal işləyirlər. Biz ağzımızı ayırıb o, Yeşəbaş İlmam kimi bax belə, ağzımızı ayırıb göğe baxır. Vallahi. Vallahi hamımız belə, ya şeylə ki, danışmaqdan başqa əlimizdən işte gəlmir. Ya şeir yazacaksın, ya ağlayacaksın, ya da danışacaksın. Evet. Ondan olmur. Kılıç kurşanıp, naqam bağlayıp, gedib qisas almaq lazımdır. Nə ağlamaq, nə gülmək, nə nağıl danışmaq. Qisas. Nə qədər ki, qisaslar alınmayıb, nə qədər ki, dedim, o alınmalı qisaslar alınmayıb, anaların göz yaşı quruyub, anaların ürəyinə susa bilməyib, bu məmləkətdə bir kimsə xoşbəxt olmayacaq. Hər kəs bunu belə bilsin. O prezidentə də aiddir, o dünyanlar olmuş körpəyə də aiddir. Ortada da kim var, kim yox. Bu Allahın ədaləti budur, haqqı budur, ilahi ədalətin təcəlləsi budur. Qardaş, qisas almalısan, qisas. Kimdən olacaq qisası? Sənə qarşı olan hər kəsdən haqlı olacaq. Sənə haqsızlıq eləmiş hər kəsdən qisas almaq sənin haqqındır. Malını aparıblarsa malını alacaksın. Pulunu aparıblarsa pulunu alacaksın. Gözünü çıxardıblarsa gözünü çıxardacaksın. Dişini salıblarsa dişini salacaksın. Öldürüblərsə öldürəceksin. Bunun ilahinin verdiği Allah'tan gelen hüküm budur. Burada yerden fikirləşiblər, nə bilim, ölüm hökmünü qaldıraq, nə bilim filan. O da ayrı bir məsələdir. Bak, indi bəzi səslər gəlir ki, Azərbaycanda ölüm hökmü bərpa edilsin. Ölüm hökmü bərpa olursa var ha, Azərbaycanda. Bir ilin içində siyasi, ondan sonra az çok böyle mənim için para beyin adamlar da hamısını güllələcəklər. Nə var ki, Sərdar Apardın orada məhkəmədə qoydu ki, filan kəsi döyüb, düzdür, döyüb demirsən. Gəldi üzünə dur ki, döyüb də düzdür. Eyni şeydə filan kəsi məsələn ki, Allah uzaq eləsin. Küçədə filan kəsin əlini soyundurub, bax belə şallaqlayıb, nə uzaq arayıb. Onu da gətirib fırladı, maddəni qoy güllələnmək geçsin. Onun üzü duran var, filan var, şahid var, nə var ki bunların əlində. Onu da eləmək olmaz. Əslində o da biraz burada ölüm. Ama bir halde da indiki şartlarda ölümle cezalanmak, ömürlük cezadan çok rahattır. Bir de böyle mesela bitir de her şey bitir. Ümumiyyətcə biz getdiyimizin de yol var. Bak mənim olursa. Burada ölümün özü de bir nəticə. Bildin mi? Həbsxana, ölüm. Bunun hamısı nəticədir. Çünkü yoksa böyle o küçədə dəlilər gəzir, böyle dəl adamlar o öz-özünə danışır. Heç kim ona baş koşmur ki. O kime ki baş koşan adam var ha. O metroda da kışkırır. Şimdi sabah sen dokun çatır metroda çık böyle hündürden kışkır danış. Gör başına neçə polis dökülür. Aparıp gör meydana vurup sen neler ağırlandırırlar. Ama hava bilirse o değildi ona hiç kim dokunmur. Kışkıra kışkıra gelir orada. Biz ona dönmüşük aslında biraz o derlilere okşuyoruz.